Mən Düranə Məmmədova 10 ilə yaxındır autizmli və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla çalışıram. Bu müddət ərzində uşaqlarda sosial davranış, ünsiyyət çətinliyi və akademik, eyni zamanda günlük həyat bacarıqlarının öyrədilməsində dəstək olmuşam. Peşəkar fəaliyyətim boyunca tətbiqi davranış analizi, yəni ABA terapiya sahəsində müxtəlif dərəcəli beynəlxalq konfranslarda və seminarlarda iştirak etmişəm. Müxtəlif kurslarda iştirak edərək WebMF və Paper kimi qiymətləndirmə testləri, oyun terapiyası, ilkin tibbi yardım kimi müxtəlif terapiyalarla bağlı sertifikatlar əldə etmişəm. ABA Applied Behavior Analysis, yəni tətbiqi davranış analizi deməkdir. Əsasən autizm spektr pozuntusu olan uşaqlarla eyni zamanda diqqət əksikliyi, hiperaktiv pozuntu, disleksiya, sosial ünsiyyət çətinliyi olan uşaqlarda tətbiq oluna bilər. Bununla yanaşı tipik inkişaf edən uşaqlar və hətta yeniyetmə və böyüklərdə də istifadəsi mümkündür. ABA terapiya uşaqlara bir çox vacib bacarıqlar qazandırır. Bunlar özünü ifadə etmə, göz kontaktı qurma, adına reaksiya, sosial ünsiyyət, akademik və günlük yaşam bacarıqlarını öyrətməkdə dəstək olur. ABA-da kiçik dəyişikliklər adətən 2-6 həftə ərzində görünə bilər. Bunlara adına reaksiya vermə, göz kontaktı qurmaq, istək bildirmə və sadə təlimatlara uymaq kimi bacarıqlar inkişaf edə bilər. Daha aydın və stabil inkişaf isə 3-6 ay ərzində müşahidə olunur. Uzun müddətli inkişaf üçün isə 6-12 ay müddətində və davamlı ABA terapiyası alması vacibdir. Terapiyaya təsir edən bəzi amillər var ki, bunlara da aiddir. Terapiyanın intensivliyi, yəni həftədə ən azı 5-10 saat, orta səviyyə 10-20 saat, intensiv terapiya isə 20-40 saat müddətində uşağa tətbiq olunmalıdır. Bundan başqa ailə ilə əməkdaşlıq, uşağın yaşı, inkişaf dərəcəsi və davranış dərəcəsi də əsas olaraq götürülür. Son olaraq deyə bilərəm ki, hər uşağın inkişafı fərqlidir və bir-biri ilə müqayisə edilməməlidir.